Bugünkü videomuzda Polşanı, Avropanı bir kənara qoyuruq və okeanın o biri tayına Amerikaya gedirik. Bu videoda Green Card'dan danışmaq istəyirəm. Bildiyiniz kimi bu ilki Green Card çəkilişi $1 qeydiyyat rüsumu ilə olacaq və artıq bir aydır ki də qeydiyyat açılmayıb, hələ bağlı bir rejimdədir. Rəsmi açıqlamalara görə sistemin baxım xərcləri var. Saxta hesabların qarşısını alırıq. Ondan sonra nə bilim sistemi müasirləşdiririk. Bu tip şeylər rəsmi açıqlamalar olsa da biz bu yaşa kimi nə Amerikan nağılları ilə, nə Amerikan oyunlarını biz görmüşük, yaşamışıq, eşitmişik və bunların hamısı boş-boş açıqlamalardır, rəsmi də olsa. Həqiqət budur ki, qısa və konkret deyəcəm, Trump miqrant istəmir. İndi ola bilər, bəzilərimiz deyər ki, $1 heç nə olası deyil, amma çox şey olur o $1. Sadəcə bir qədər dərin fikirləşmək lazımdır.